1-də, 2-də, yəni bu vaxt olunsa daha yaxşı olar. Bu vaxt olunsa daha yaxşı olar. 2 rükətli namazdır. Birinci rükətdə Fatihədən sonra 7 dəfə İxlas surəsi oxunur. İkinci rükətdə də yenə surədən sonra, Fatihədən sonra İxlas surəsi 7 dəfə oxunur. Adi qaydada qılınır, adi namaz kimi. Adi qaydada qılınır. 7 dəfə oxunur, adi qaydada qılınır. Qədir gecəsinin namazıdır. Namaz bitəndən sonra səcdəyə gedilir dərhal və 70 dəfə deyilir ki, Əstəğfirullahə Rəbbi və ətubi iləyh. Yəni, tövbə eləyib günahlarımın bağışlanmağını istəyirəm. 70 dəfə də bu deyilir inşallah. İmam Sadiq əleyhissalam buyurur ki, kim Qədir gecəsinin namazını qılsa, 2 rükət, kim Qədir gecəsinin namazını qılsa və 70 dəfə Əstəğfirullah desə səcdədə